Əmək və məşğulluq alt sisteminin işə götürən və işçi arasında rəsmi yazışmalar bölməsi genişləndirilərək yeni işdən qısa müddətli icazənin alınması adlı alt bölmə əlavə olunub. Bölmənin funksiyası nədən ibarət olacaq? Vətəndaşlar bundan hansı şəkildə istifadə edə biləcəklər? Detalları həmkarım Fidan Mədətova çatdıracaq. Fidan, hər vaxtın xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Bəli, əmək və məşğulluq alt sisteminə yeni funksionallıq əlavə olunub. Belə ki, bu işdən qısa müddətli icazələrin alınması ilə bağlıdır. Belə bir alt bölmə əlavə edilib həmin sistemə. Bəs bundan vətəndaşlar hansı şəkildə istifadə edə biləcəklər və bunun yaradılmasının əsas məqsəd nədən ibarətdir? Bununla bağlı bizim suallarımızı Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdiri Orxan Hüseynov cavablandıracaq. Orxan bəy, həmin prosesin detallarına toxunaq. Salam, ilk öncə bildirmək istəyirəm ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək və məşğulluq alt sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər görməkdədir və bu çərçivədə son olaraq vurğuladığınız kimi əmək və məşğulluq alt sisteminin işçi və işə götürən arasında yazışmalar alt bölməsinə yeni bir alt bölmə əlavə edilmişdir. Belə ki, artıq işçilər həmin bölmədən, yəni işdən qısa müddətli icazələrin alınması alt bölməsindən istifadə edərək işə götürənə öz icazələri ilə bağlı müraciətlərini edə biləcəklər. Eyni zamanda bu funksiya işə götürənlərə də icazələrlə bağlı limitləri və belə ki, illik və aylıq icazələrin limitlərini müəyyən etməyə imkan verəcək. Lakin sonda xatırladım ki, işə götürənlər həmin bu yeni yaradılmış olan alt bölmənin, yəni funksionallığın aktivləşdirilməsi üçün mütləq qaydada həmin alt bölməyə işçilərin iş icazələri ilə bağlı limitlərini daxil etməlidirlər. Təşəkkür edirəm Orxan bəy çatdırdığınız detallı məlumatlara görə və bir daha vurğulamaq istəyir ki, işdən qısa müddətli icazənin alınması üçün əmək və məşğulluq alt sisteminə yeni funksionallıq əlavə olunmuşdu. Həmin proseslə bağlı olan detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki, bizim həmin məsələ ilə bağlı çatdıracaqlarımız bu qədər idi. Təşəkkürlər.